Değerli izləyicilər, siz hal-hazırda ekranımızda Şuşa rayon polis idarəsinin sabiq rəisi, Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Daxili İşlər İdarəsinin rəis müavini, Ağdərə rayonu üzrə rəisi, polis polkovniki Sadir Məmmədovu görürsünüz. Sadir müəllim də böyük xidmətləri var. Sadir müəllim orada çox əziyyətlər çəkib, ermənilərə qarşı vuruşubdur. 91-ci ildə Xankəndindən axırıncı çıxan polis polkovniki olubdur. Sadir müəllim, zəhmət olmasa o illərə qayıdaq. Bəli, həqiqətən də belə idi. Mən o vaxt Daxili İşlər Nazirliyini işləyirdim. Bu ermənilər fevral 1908-ci ildə başladılar miting eləməyə. Məni çağırdı o vaxtları Daxili İşlər Nazirliyinin, Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəis müavini Xəlil Xəliloviç Quliyev müavin. Dedi ki, bəs Sadır, getmək lazımdır Xankəndinə. Orada nəysə ermənilər deyir, yığışıb 300-500 nəfər nəysə istəyirlər. Və Təhlükəsizlik İdarəsindən Yaqub Mahmudov vardı, onunla ikimiz. Biz 11 fevralda getdik, çıxdıq ora Xankəndinə. Baxdıq ki, həmən o vaxt ki, Vilayət Partiya Komitəsinin qabağında kütlə yığışır. 300-500 yox, 1000 nəfərə yaxın. Ona görə də biz məlumat verdik dərhal Bakıya məlumat verdik. Sonradan o məlumata əsasən Daxili İşlər Nazirliyinin nümayəndələr gəldi. Mənim elə ad günüm 14 fevralıdır. Akraz o vaxtları gəldi, çıxdı ora. Milli Təhlükəsizlik Naziri, o KGB deyirdilər, Ziyad Yusifzadə mərhum. Sonra Daxili İşlər Nazirinin müavini General Kamil Əliyev. Sonra Daxili İşlər Nazirinin özü Aydın Məmmədov. O vaxtlar Daxili İşlər İdarəsinin rəisi İsaqulovudur, Armin. Və mən orada fəaliyyətə başladım. Mənə dedilər ki, bütün informasiyaları yığ. Mən də informasiyaları yığırdım və mən informasiyaları təlim edirdim Ziyad Yusifzadəyə və Daxili İşlər Nazirinin müavini Kamil Əliyevə. Kamil Mamedov Cəliyevə, Girqala. Bunlar götürdülər onu Bakıya və Daxili ŞT deyilən bir siyaz vardı, əlaqə. Həmən dövrdə mən getdim, bu Robert Kaçaryan Qarabağ İpək Kombinatının partiya komitəsinin sədri idi. Getdim orada, gördüm ayağa qalmış oturub, dedim, niyə Azərbaycanlılar işə çıxmırlar? Niyə qoymuşuz? Dedim, biz qoyuruq, niyə gəlsinlər də ara belə. Mən onu hədələdim, yəni o məlumatı da verdim. Və orada gedən proses belə başladı hadisə. Mən orada o xidmət edə ezamiyyətdə oğula 22 fevral yadınızdadır mı? Ağdam cəmaatı əskərlərinə hücuma keçdilər. İlk şəhidlərimizi verdik. Quliyev Bəxtiyarla Əli Hacıyev. Orada Cəbi adında bir erməni vurmuşdu onları. Pivəzavoda çatmamış əskərlərin. Ağdam cəmaatı hücuma gedirdi. O vaxtları qabağını kəsdilər. O Həsən Həsənov oradaydı. Sonra Xuraman Abbasov oradaydı. Aşağı rayonların Əbdürrəhmanov vardı. Bərdəli rəisi, Mirzə müəllim, oydu, məndim, Şamil Qurbanov mərhumlar oradaydı. Və Kamran Bağırov da o vaxtları Azərbaycan Kommunist Partiyası Mərkəz Komitəsinin birinci katibi. O da gəlmişdi. Onlar Gevorgovu çıxartdılar. O ayın 18-i fevral 1908-ci ildə. Yerinə bu Pagasyan Henrix vardı. Aqropromun sədri, Akasa bu kurum təşkilatının aktiv rəhbəriymiş. Daşnaqlı Partiyasının bir qolanan kurum təşkilatı. Onun haqqında birinci katib seçdilər. O vaxtlar Azərbaycan milisi orada xidmət aparırdı. O mitingdə olanları almışdılar burada ki, o Allah'tı da bizimkiləri. Çünki o lider yox, hamısı zəif idi. Siyasət bilmirdilər, açığı deyil sizə. Bəs Azərbaycan polisi çıxsın, mən özüm burada qaydayardım. Bax, o nə qədər bizim orada xidmət edən polislər var. Yıldılar hamısını göndərdilər, ağzını verir və ermənilər başladılar. Artıq 22 fevralda Mart'da deyirdik də, o Ağdərə, Xocabənddən, Hadrutdan, avtobuslarla zaten hamısı axışıb gəlirdilər ona mitingə. Demək, miting məcaladan çıxmışdı. Bunlar da Qarbaşova arxalanırdı. Bilirsiniz niyə arxalanırdı? O vaxtları Zor Balayanla Kaptikyan Qarbaşovun yanında olanda demişdilər ki, bəs bu ya Qarabağ Ermənistanın məsələsidir. O da demişdi ki, Qarbaşov belə bir 19 dənə münaqişəli var, o məsələyə baxardıq, aşkarlıqdır saatları, nə bilim, kim nə istəsə eləyə bilər, demokratiya bir adına. Və ermənilər başladılar, bax, həmən oradan o
inkişaf eləməyə, yəni ki, nə mənada dırnaq arası mitinglər. Yox. Ölkədə başçı yoxdur. Bayaq dediyiniz kimi burada liderin olmaması, sonra yaratmaz bir siyasətin aparılması. Bəli, bax deyim sizə, bax məsələn, o vaxtları ermənilərə qarşı Ağdamda 5 könüllü dəstə vardı. Qatır Məmməd, Eldar Bağırov Xalq Cəbhəsi, Şirin Mirzəyev, ondan Asif Ferid Asif, ondan sonra Gevral Ərşad. Bu dəstələr xeyli adamdır, könüllülər, Ağdamlılar, təkcə Ağdamlılar deyildi. Bərdədən könüllülər gəlmişdi, Ağcabədidən, bütün qonşu rayonlardan. Onu bir yerə yığıb, bir lider tapılmadı ki, Respublikada. Yığıb onları bir mütəşəkkil şəkildə bu hadisələrin qabağı arasın. Başa düşdür, idarə olunmurdu Respublika. Respublikada öz başına başladı. Nizamiyyətdə olaraq, mən Meşəlidə qalmışam, bir 10 gün gecələrmişəm, cəmaatı sakitləşdirmək üçün, o 40 qızmətlərdə. Onların çox döyüşkən cəmaatı var Meşəlinin. Çünki mühasirə deyil Meşəli kəndi. Mühasirə deyil, icra çıxa bilmirlər. Bu tərəfdən əskərlərdir, o tərəfdən dağlar, bağlı ərazi çıxa bilmirdi. Cəmaatı mən vertolyotla orada düşürdülər, 10 gün qaldım orada. Sonra təsadüfdə bu Dayının 2 nəfərlik vertolyotu gəldi oraya, mən həmən helikopterlə çıxdım oradan. O vaxtları orada demək olar ki, ermənilər tamam öz başınalıq silahlanırdılar. Məlumatlar gedir. Mən elə orada ezamiyyətdə olaraq məni təyin elədilər Şuşa rayon Daxili İşlər Şöbəsinin rəisi. O vaxtda mən gəldim, deməli, Volskinin vaxtı idi. Volsk Azərbaycanlıların düşməni oldu. Birbaşa düşməni oldu. Volski çalışırdı ki, Azərbaycanlılar təmizləsin. Bu bir gecədə Xan kəndindən 12 min Azərbaycanlı bir gecədə çıxartdı ki, biraz sakitləşmək üçün o adına. 1989-cu ildə. 89-cu il sentyabrında Xocalıya hücum eləmişdi ermənilər. Xocalı cəmaatı da varını aldılar. Siz orada bu pasport rejimi keçirəndə, yəni ki, burada düzdür, böyük xidmətləriniz olub. Bəs yaxşı, onu da deyin də hansı çətinliklərlə üzləşdiniz? Yəni, belə asan deyil vaxt orada bu işləri görmək. Bu məsələyə gəlirəm də mən. Qısaca olaraq istəyirəm ki, bu xronoloji olaraq mən izah edeyim necə oldu. Biz Şuşada, deməli, pasport rejim Qala Dərəsində 5 dənə erməni kəndi vardı Şuşada. Yeksavuq, Qala Dərəsi, Kirov, Daşaltı və Donversi. Bu 5 dənə kənddə biz pasport rejim adı ilə tədbir keçirdik. Milisi qüvvəsi ilə mən rəhbərlik edirdim. Muskor pomuşları yığdım, o UAZ maşınları yığdım. Qafanına gələn vertolyotu düşəndə tutduq. İçərisində silah çıxdı. Pesək quşunun, qət quşunun içərisində silahlı cavan oğlanlar 28 nəfər. 4 pilotudur, orada 24 nəfər də Ermənistanın cavanları. Gətirdim onları Şuşaya. Milisiya. Bu momentdə Borusu düşdü üstümə. Ayından komendatı göndərdi. Tumanyan Sujet Daxili İşlər İdarəsi rəisi ki, məni rol eləsinlər ki, mən niyə belə? Mən də dedim ki, bəs bizim Bərdədən 4 nəfərimizi Qala Dərəsindən keçəndə o Salatın vurulan yerdə, Tuşlu yolunda qətlə yetirmişdilər Bərdədən 4 nəfərimizi. Dedim, orada hadisə olub. Mən uca az qalırdılar rol elələri. İstəyir Daxili İşlər Nazirlər Borusu məlumat vermişdi. Mənim müdafiədə Barannikov oldu. Azərbaycan Daxili İşlər Nazirinin 1-ci müavini. Şükür, o olmasaydı mən rol eləyəcək, bəlkə tutaca edilər. Mən də ayağımı dirədim yerə. Orada deməli, ermənilərin 7 nəfərini saxladıq, həmən ölüm hadisəsinə görə, Bərdədə vurulanlara görə. 7 nəfərini saxladıq, orada 18 nəfəri apardılar Həsənabada, orada 30 qalıqlarıdır. Fövqəladə vəziyyətə görə 30-da həbs verirdilər. Bax, elə bir pasport rejim. Ondan sonra artıq mən açıq mübarizəyə keçdim də. Xan kəndində mənim polis işçilərimi mühafizə idarəsində 4 nəfərlik kilor götürmüşdülər. O vaxtları Ağacanyan Valodya vardı, kənd Şamyan deyirlər, Ağca kənd. Oranın birinci kəndini götürmüşdülər. Onunla dəyişmək üçün bunlar 4 nəfər bizim milis işçilərini götürmüşdülər. Onları qatardıq çox çətinliklərlə. Və elə oldu ki, 90-cı ildə artıq bu xüsusi idarə ləğv olundu. Borusu rədd oldu, getdi. Yerində bir təşkilat komitəsi yaratdılar. Mən də Şuşanın polis rəisiydim. Şuşanın polis rəisi olmama baxmayaraq, Allah rəhmət eləsin, Məhəmməd Əsədoğlu çox mərd adam. Bana deyirdi, Sadır, git Hadrut'a falan məsələ olurdu. Hətta Qaradağlıda bizim firmada 6 nəfəri, 8 nəfəri ərarba tamsın, öldürmüşdülər erməni. O hadisəyə mən gedirdim bütün vilayətə, Şuşanın rəisi. Çünki vilayətdə muavin vardı, adı vardı. Artıq polisçiləri tamam sıxışdırmışdılar vilayət idarəsindən. Və öyle bir gün Əsədov rəhmətlik gəldi, Daxili İşlər Naziri oldu, Qalemşikə gəldi, o təşkilat komitəsinin sədri və məni təyin elədilər vilayət Daxili İşlər İdarəsinin rəis müavini. Ondan sonra küçük proseslər başladı və normallaşdı, müşahidə olunurdu. Məsələn, hələ o vaxtlar 88-ci ildə o Ağdamlılar hücuma keçəndə orada bir maydanı karı gəlmişdi. İstəyir baş prokurorunun hümmüşlərlə baş işlədi. O cəbini mən tutdum, gətirdim ora. Sürücümlə, mehmanla getdik, əskərimdən tutdum, gətirdim. Hələ təzə idi də vəziyyət. Verdim onlara təhvil. O sübut olundu ki, o artıqda o 2 nəfər şəhidi, bizim ilk şəhidləri. Və sonra onu azad elədilər. Mən maydanlıqdan Karl Konstantin dedim ki, niyə belə edirsiniz? O adam dedi ki, əgər o qabağını almasaydı,
orada bağça vardı, uşaq bağçası, məktəb, cəmaat gedərdi, orada daha çox nərəba, belə patirovkalarını erməniləri müdafiə edirdi Moskva. Bizdə də yoxdur. Yazıq verirdi mərkəzə, heç bir ölçü götürən yoxdur. Öz başınalığıdır, rəhbərlik yoxdur. Azərbaycan demək orada dağılma doğru gedirdi. Yavaş-yavaş şimdi mən, hələ çox faktlar var. O vaxt mənim maşınımı da vurdular. Mən Xocabəndə gedəndə təndirdə çörək yapırdı, qarım onu vurmuşdu ermənilər. Gecə orada bizim maşını vurdular. Mən maşınımın qapıda gecə dumanlı havada bir təhər çıxdıq aradan. Çox hadisələr olur. Bir dəfə bizə hücum olubdu. İdarədə bizə girov götürmək istəyirlər. O hərbçilər gəlib müdafiə edib, tərk edirlər. Sonra bizim qayıtçıların, pasport işçilərini göndərmişdi Məhəmməd Əsədov Xankəndi şəhər milis idarəsində rejimi yoxlamağa. Ermənilər kütləvi surətdə var o işçiləri görürəm elə qayıtçılardan, hamısı təqaüddə olanlar olsun. Hamısı o etibar mənim vardı, zat var, onlar hamısı bilir. İstəyirlər onları götürür, mən oradan hərbçilərdən götürüb gəlib onları xilas edib orada çıxartmışam. Yandırmaq istəyirlər şəhər milisini ermənilər ki, niyə Azərbaycanlılar gəlir. Əsədov tək idi. O vaxtlar Əsədov sanki tək idi. Köməkliyin yoxdur. Bir təkli, o amonu yarattı, bilirsiniz, güc bəli ilə, Moskva ilə, zadla o vaxtlar davadalaş amon yarattı. Ondan sonra belə sərhədlər zadlar sakitləşdi. Amma ermənilər silahlarını ölkə öz başına alırdı. Mən sonra ki bu Quromov gəldi deyirəm sizə may ayında, orada Polyanska mən çağırdı, dedi ki, bəs tədbir keçirəcək burada, vilayət üzrə. Sən mütləq bunu planlaşdır. Və 12 mayda tədbir keçirildi. Bir 600 yaxın erməni tutuldu. İndi başqaları durub orada, efirdə zadda deyir ki, Ayfilan Kəsbeli oldu, Ayfilan Kəsbeli. Yalan söhbətdir, orada təkcə mən dedim, bir də mənim işçilərim dedi, 12 nəfər. Xankəndində idarəyə götürmüşdüm. Erməni pensiya getişən hesabla danışırdıq, götürürdük işə ki, burada adam olsun Azərbaycan. Yavaş-yavaş sıxışdırıb, kadrlar hamısı çıxarılmışdı. Və həmən tədbirlərdə 500-600 erməni tutulmuş Şuşa türməsi ilə Şahbulağa yığıldı o ermənilər. Fövqəladə vəziyyətlə əlaqədar ağ protokollara mən peçatı vurdum, qol çəkdim, payladım o qrup rəhbərlərini. O vaxtlar Ramil Sumuk gəlmişdi, Fətullah Hüseynov, Adil Nəsirov, Mərhum, Allah rəhmət eləsin onlara. Onlara payladım ki, yəni yerində tədbir keçirəndə bu protokolları yazın, 30 bir yerdə fövqəladə vəziyyətlə bağlı. Sonra da elə oldu ki, bu hadisədən sonra ermənilər Yerevanda qalxdılar, havadarları vardı. Ölkə rəhbərliyi təşkilat komitəsini Polyanskdan qoruya bilmədilər ki, qalsın orada da. O hadisələrə görə Polyanskdan uzaqlaşdılar. Çıxartdılar, yerinə Zülfü Hacıyev mərhum gəldi, təşkilat komitəsi. Orada gələndən sonra sözün düzü Daxan kəndində dedim, bizim nə işimiz var falan. Biz köşkdülər təşkilat komitəsinin altına. Bayrağımızı saldı ermənilər və 20 noyabrda vertolyot hadisəsi. Bundan qısa danışıram, hər şeyi. Qısa danışıram. O da necə olmuşdu? Qaybov da gəlmişdi, İsmət Qaybov Allah rəhmət eləsin, Şükür Rızayevi girovluqda qurtarmağa. 14 noyabrda Şükür Rızayevi Xan kəndində o vilayətin prokuror müavini də var. Onu girov götürmüşdülər. O Mardakiyevin prokurorun həyat yoldaşı ilə, arvadı ilə ləzgi qızı idi. Uşağın götürmüşdü, onu dəyişmək üçün ermənilər götürmüşdü onu. Gəlmişdi ki, Şükür Rızayev ala. Ermənilər də Allah'tı, mən ha istədim. İsmət müəllimə deyəm ki, biz əvvəl Şükür müəllim alaraq, sonra bu arvadı verək. Anlamışdı. O da dedi, yox, biz Azərbaycanlı nə var bastırırıq. Güvenimiz ermənilər qarşı bizlərdə. Dedilər, yox, zadı verin, qəribi verin. Sonra orada ermənilər vardı. Adları indi yadımda düşmür. Burada ucu artıq açış yoxdur. Onları verim, sonra Şükürdür. O da danışdıq ki, bu Mamitdə Qaradağlı kəndi, Xocabəndin Qaradağlı kəndi. Cəmaatın ermənilər başı çıxartmışlar 18 noyabrda. Çıxartmışlar, ağdıma tökülmüşlər. Biz də Xan kəndində oturmuşuq, ermənilərlə Şükür Rızayev almaq üçün. İsmət Qaybov, rəhmətli. Onu da biz müsibətlə aparmışdım oraya. Bir tərəfdən tutmuşdik. Xocalıda komendantın birisi, Boğazları ilə getmişdi oraya. Mən onu işləndən sonra artıq 19 idi. Dedim, bəs sınıf verim. Mən gerək gedim, ağdama cəmaatı çıxardılar. Görək nədir? Gəldi ağdama. Onu da bir ən ölmüşdür. O zaten əskərlər zaten bağlamışdılar. Qalasın. Ermənilər. Veterinerlərlə zaten gəldi çıxdı adama. Bakı ilə danışdıq. Dedi ki, və sağ 20 noyabrda delegasiya gəlir, nümayəndə ilə. Bana dedi ki, Qaqırızov gəlsin, həmən təyyarıyla biz uçarıq Bakıya. Mən adamlar verirəm, gələrsən, dəyişər, Şükür müəllim alarıq. Geri. Mən gəldim, orada Tofiq İsmailov başda olmaqla, Məhəmməd Əsədov, Namaz Əliyev, sonra Osman Müzeyev, çox adamdır da, orada adları var. Tofiq müəllim. Tofiq İsmailov. Tofiq İsmailov başda olmaqla, dövlət katibində. Bunu iclas elədi, hələ o Kavalyovdu, Pulavski idi, İvanovdu, KGB, onlar gecmişlər. O da əlim orada sonra dedi, siz demək ki, çox emosional adamdır, güclü adamdır. Dedim, mən gidəcəm bu kəndə və cəmaatı qaytaracam. Əlim orada sonra, transport dedim, mən var helikopterim, Bayaboy. O Bayaboydu da, dedi, gedək. O da Torlu Zapravka olubdu, kerəsindən.
14 nəfərdən artıq bilmək olmaz. Hamımız axışdıq aeroporta, anladı. Mən də gəldim, milli stada, helikopter. Məsələn, qoluna düşdü, deyilər, düşkəm adam çoxdur. Pilot qoymur, sən qal, biz gəlirik. Mən də fikrim buydu, qalxanda deyəm ki, promo uçmayaq da gəlib, bu palyançıqalara bilməmişə, siyasət elə, başqa yerdən uçaq bir şey orada. Açıq səma idi. Mən düşdüm, mən qayıtdım, şöyle gördüm. Belə demək mümkünsə sizə ölümdən xilas edib, ölümdən xilas edib. Elədir, hə, ömür bağlı onu rəhmət eləsin. Əlbəttə, mən hər il onu gedirəm, yad edirəm onda. Birinci məmurda, hər il. Deməli, bu İsmət Qayıbov rəhmətli yülə gəlir ki, Əsad gəl, dedim, mən Əsada qoymur da şikayət mənədir, mənə də desin gəl. Qismətdir də, dedi, ya, onda ev yoxdur, gözdə gəlirəm, oradan gedəcək Bakıya. Şeylə yol üstü. O da qaçdı bindi bir talyota. Getdilər, o hadisə baş verdi. Orada dedim, 2 nəfər həlak oldu, pilotlar bir yerdə. O məlumatı mən birinci məlumatı verdim. Adamla teletaypla, o Kuşnarik vardı, komendantın mavini. Birinci hadisə yerinə gecə mən getmiş. Yalandan filmdə çəkilənlər var. Belə qısa bir danışaq, hadisə yerində oldunuz da orada, nə gördünüz orada? Orada vertolyot. Qalxıları idi. Gecə getdim, yanırdı, dağ yanırdı. Hələ yanırdı vertolyot. Dağ, yaxın gitmə mümkün deyildi, orada salmışım. Meyitlər aşkar olun ki. Gecə baxdım, müşkəti yanır, bilsən nətər, folya yanırdı. Nəsə bir meyit zat tapıldı orada. Meyitlər tapıldı, əlbəttə. Orada 12 nəfər tam tanınırdı. Hə, hamısı tam tanınır. 3 nəfərini də tanıyırdı. Priznatla budur, məsələn, Kavalyovudur, Qayıbovudur. Və 7 nəfərin ekspertiza. Əlin atırdakı ekspert götürər cəsəddə, orada cəsəd gəlirdi. Onun ekspertizini 7 nəfər, hamısı yerindeydi. Sol qısımları 75 metr atmışdı. Ya bir markada oturmuşdu o. Nə görsə. Düşdüm. Sağ qalan yox idi da, sağ qalan. O qeyri-mümkündür. Vertolyotun 3 dənə proboyusu vardı. Pərlə də vurmuşdular, pilot kabinə də vurmuşdular, pilotla, qrupu qaribə. 3 dənə əsas güllə yeri vardı. Bir o pilot vuranda o dəymişdi dağa. Dağa dəyəndə dağılmışdı vertolyot. Vardı onun çəkilişi var, hadisə yeri var. O vaxtlar Adil Ağayev gəldi, Bakıdan rəhbərlik elədi. O vaxtlar palyançıqanı göndərdilər təzdən. Mayağında palyançıqa getmiş oradan. Gecə ilə gəldi. Mən yaxınlaşdım, dedim, Dr. Petroviç, nə olacaq bunun axırı? Belə mənlə razı deyim. Dedim, birincisi, sizdə rəhbərlik eləyən yoxdur. Şuşa kimdə olsa, Qarabağında olacaq. Şuşa dedi, kimdə palyançıq dedim, sözüm haberizdə. 91-ci il 21-də bu şekildə oldu hadisə yerində, siyahı mən tutmuşdum. Siz nə düşündünüz ona deyəndə? Düşündüm ki, doğrudan da elədi. Dedi ki, narod dedi, deyirdi o. Narod dedi, rukovodstvo dedi, sözsüz o belə. Xadir müəllim, deməli, siz o vaxtı çox böyük işlər görmüsünüz. Yəni, belə demək mümkünsə, təklif adamlardan biri olmuşsunuz ki, orada rəis olmuşsunuz, orada idarənin DQM üzrə mavin olmuşsunuz. Yəni, bütün, yəni ki, elə işlər görmüşsünüz ki, ermənilərə qarşı ciddi mübarizə aparmışsınız. Yəni, silah sursatının tapılması, onların ermənilərin həbs olunması, siz əsl qəhrəmansınız. Həqiqətən də Azərbaycanın əsl qəhrəmanlarından biri də sizsiz. Biz istərdik bilə görə, o vaxtdan xeyli vaxt keçdi, 30 ilə yaxın vaxt keçdi. O elə indi xatırladınız, dediniz ki, Şuşa kimdə olsa, Qarabağda onundur. Və istəyərdim ki, 30 ildən sonra Şuşanı həqiqətən də ordumuzun gücü ilə, prezidentimizin dəmir yumruğu ilə biz aldıq. Fikrinizi bilmək istəyərdik. Bilirsiniz necədir? Mən deyim ki, 93-cü ildə artıq əhali yığışmışdıq. O vaxtlar mənim də fikrim buydu. Məsələn, ümmili lider gəlməli. Heydər Əliyevi, deməli, o vaxtlar Qarbaçov uzaqlaşdırmışdılar da zaddan. Moskvadan, yadınızlar o 87-ci ildə adam Bekən gedib Fransada çıxış eləmişdi. Humanite qəzetindəki artıq Qarabağ bizimdir. Heydər Əliyev yox, belə onun yazısı olmuş Hakan Bekyanın. O da iqtisadiyyat üzrə Qarbaçovun köməkçisi idi. Bilirsiniz, bu elə belə görülür. Azərbaycanda elə lider olmaz, cəmaat qatdı, ümmili lideri tələb elədilər. Heydər Əliyev tələb elədilər, cəmaat tələb elədi. O gələndən sonra artıq proses başladı. Ay bala, Xocalı hadisəsinə, soyqırıma nə siyasi, nə hüquqi qiymət verilməmişdi. Heydər Əliyev gəldi, 26 mart 98-ci ildə, 94-cü ildə siyasi qiymət verildi. Hüquqi qiymət verildi 98-ci ildə Azərbaycanlıların soyqırımı. Bundan sonra proses başladı, proqram oradan başladı. Və o ölkədəki, daxildəki bəzi qüvvələr vardı, təmizlənəndən sonra quruculuq işləri getdi. O il, o bir platforma yaratdı, əsrin müqaviləsi, neft kontraktları. Bu iqtisadiyyat olmayandan sonra, sənin imkanın olmayandan sonra, yolu desək, pulu olmayandan sonra, silah olmayandan sonra, əvvəl qurmayandan sonra, sən nə qalib gələ bilərdin? Görün, böyüklüyə bax. O gün o adam çalışdı, bütün bu bazisləri, bu fundamenti yarattı və 2003-cü ildə Ali Başkomandan gəldi hakimiyyət. Onun bir yaxşı sözü var. Mən 2003-cü ildə deyil hakimiyyətə gəldim. Mənim dövrümdə anadan olan uşaqlar böyüdülər, Qarabağı xilas elədilər, azad elədilər. Burada bilirsiniz, əsas qələbəmiz nədir? Bizim Ali Başkomandanın yumruğu, onun ətrafı yumruğu, onun ətrafında
ordu və xalq birliyi. Bu hamısı onun xidmətləridir. O xəyanətkarları da təmizlədi orduda. Özü oturdu qərargahda. Bu 2 əsrdə görünməyən bir şeydir ki, işğal olunmuş ərazinin döyüş yoluyla, hərb yolunu kimsə xilas edib ala bilər geri. Siyasətin böyüklüyünə bax. Biz təsəvvür edirdik. Biz bilirdik ki, 20-ci ildəki 27 sentyabrda başladan terror, Tovuzda olan hadisə ilə də Polad Həşimov rəhmətli. 44 günlük müharibədə 5 rayon alındı, 3 rayon, ən böyük rayonlar, Ağdam, Kəlbəcər, Laçın bir dənə güllə atılmamış təbliğ edildi. Güllədə də şəhid ola bilərdi o dövrdə. Amma hamısı Ali Başkomandanın xidmətləri, onun cızdığı plandır. Əlbəttə, Allah şəhidlərimizə rəhmət eləsin. Onlar hamısı bizim şəhidlərdir, bizim övladlarımızdır. Qazilərimizə Allah can sağlığı, onların valideynlərə can sağlığı. Onun bir qəşə sözü var, prezidentimizin deyir ki, bunu deyir, ancaq əskərlərimiz xilas edir, əskərlərimiz torpaqlarımızı alır, özü deyir. Ancaq orada rəhbərlik. Və niyə 92-ci, 91-ci, 93-cü ildə o rəhbərlik yoxdur? Hadisi ona görə başımıza belə gəldi. Torpaqlarımız getdi istəyirsə. Sosial şəbəkədə el adamlar çıxır orada, danışır ki, Fıran, az qalıb ki, Qarabağı alıblar. Əgər şey yoxdur da. Nasıl mən deyil, mən öldürmüşüm. Böyle mənfur insanlar deyirlər ki, ölkə başçısı getsin Xan kəndindən salamlasın. Bəs salamladı da onu deyirdilər də. Bəs 4 rayon yoxdur, şu Qarabağ alıb. Əlbəttə, birinci dəfə biz ərazi bütövlüyümüzü təmin elədik. 44 gün müharibədə. Artıq axırıncı antiterrorda da 19 sentyabrda suverenliyimizi bərpa elədik. Və nə oldu? Prezidentimiz getdi Xan kəndinə, Ağdəriyə, Xocabəndə, bütün ərazilərə həmən bayrağı saçdı. Biri deyir, qulağını kəsər, niyə kəsmir? Niyə elədi? Bunu niyə bilməyək? Bu artıq tarixə düşmüş böyük bir sərkərdədir. Mən açığı deyim. Bu, hətta çıxış edirdi, onun yorğunluğunu mən hiss edirdim. Televizorda görürdüm, çıxış edirdi o dövrlər. Hiss olurdu ki, yorğundur. Onun həm dövrdə o erməniliyi məqlədi dünyada. 30-dan artıq kütləvi informasiya vasitələrinə xarici, özdə o bizə qərəzli gələn jurnalistlərə hamısına müraciət, müsahibələr verdi. Bütün erməniliyi dünyada məhv elədi. Sübut elədi ki, bunlar hamısı mifdir. Mən bir kitab yazdım orada, Mif və Həqiqət. Həmən elə o 44 gün müharibədən sonra. Orada qeyd eləmişəm ondan. Sübut elədi ki, ermənilərin soyqırım siyasəti, nə bilim, əzilmə, büzülmə, hamısı məhv elədi. Dünya bildi ki, bu ermənilərin deyəcək yalanla gəlirlər. İndi də Allah'a şükür taxtı bayrağımızı saçlı olarak. Alimsiniz, bir Azərbaycan milli bir insansınız, Azərbaycan Şünaslıq kafedrasında, laboratoriyasında rəhbərlik edirsiniz Slavyan Universitetində. Həm də ki, çox yenə böyük işlər görmüsünüz. Azərbaycan həqiqətlərini dünyaya çatdırmısınız siz. O barədə nə deyərdiniz? Mən 2010-cu ildə Bakı Slavyan Universitetində təqaüdçüsünü mən müdafiə eləmişəm də, Hüquq üzrə fəsələ doktoru, Dasiyyədən. Allah Kemal müəllim canı sağ eləsin bunlar. Mən çağırdı, dedi ki, sən lazımsan. Gəl həmən laboratoriyada fəaliyyət göstər. Mən gəldim və dərhal Xocalı soyqırımı ilə 31 Mart Azərbaycan soyqırımı 2 dənə kitabı dünyanın 12 dilinə tərcümə etdim. Dünyanın 12 dilinə. Mən onu sizə tərcümə edərəm. Verərəm. 12 dildə. Və eyni zamanda mən yazılarım çıxıb o vaxtki dövrdə. Milli liderin fəaliyyəti haqqında, Azərbaycanda gedən proseslər haqqında, ermənilərin bizə qarşı apardığı təcavüzkar siyasət haqqında mənim Rusiyada, Koreyada, Polşada, Venezuelada, Ukraynada, Qazaxıstanda həm rus dilində, həm ingilis dilində. Həm rus, həm ingilis dilində geniş yazılarım verir. Hətta bəzən məqalələrim qayıdırdı, sonra öyrənirdim ki, həmən reis kollegiyada erməni var. Amma onunla belə proqvat edirdim, onların hamısını çap elətdirirdim. Bax, var, onlar hamısı durur məndə. Jurnallar var, yazılar var. Onların hamısını təbliğ edirdi o vaxtda. Mən onlarla burada məşğul olurdum. Hər il biz milli lider Heydər Əliyevin anı günlərində, ad günlərində beynəlxalq elmi praktik konferans keçirdik. Bax, biz indi ona hazırlaşırıq. Bax, bu illəri 150-yi keçirildi. Mən 14-cü konferansı keçirmişəm Bakı Slavyan Universitetində. Beynəlxalq konferans milli liderin həyat və yaradıcılığına aid. Yəni, bu işlər durur, gedir. Görürsünüz, çox şeylər var. Mən indi o Xocalı kitablarını da sizə verəcəm. Sonra o Mif və Həqiqət kitabını da verəcəm. Sonra orada beynəlxalq hüquq və erməni təcavüzü var, bu əsərlərimiz var, yazılarımız var. Ayrı gücünməyə çatır mənim, qələmlə ona. Hadisələr başlayanda bu 44 gün müharibədə istədim gedərəm mən də. Getdim, natirlərə əsas qaladımsa 70 yaşıma. Dedi, lazım olsa dəyək.
Ürəyimdən keçirdi, gedən də mən oraları tanıyıram baxın. Hər daşına bələdəm, rayonlara bələdəm. Siz yaddan çıxmamısınız. O cənab prezidentin dediyi kimi siz insanlar yaddan çıxmır, xidmətlər olan insanlar yaddan çıxmır. Siz əsl qəhrəmansınız. Siz böyük xidmətləriniz olub Qarabağda, Şuşada, Ağdamda, yəni həm Şuşa polisinin rəisi kimi, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin müavini kimi sizin əziyyətiniz, zəhmətiniz böyükdür. Həm orada döyüşmüsünüz, əziyyətlər çəkmisiniz, terrorla üzləşmisiniz, girov götürmək, sizi öldürmək istəyibdi. Yəni çox işlər görmüsünüz. Siz yəni xidmətləriniz böyükdür. Bir də ki, yenə qayıdaq, yekunlaşdıraq söhbətimizi Xankəndində paradla bağlı. Yəni zəfər günündə bax. Qürur zirvəmizdir. O parad dünya bəyan elədi ki, Qarabağ həqiqətən Azərbaycandır. Və heç vaxt prezidentimiz yaxşı deyir ki, heç kim bizə təzyiq edə bilməz. Mən bir məsələni deyim, Xankəndi ilə bağlı. 91-ci ilin yanvar ayında Zor Balayanla, Robert Kaçaryan helikopterlə Xankəndidə stadiona düşmüşlər. Palyançıq onları tutduğu gətirmişdi təşəkkür odasına, məni çağırdı Kavalyokla, Daxili İşlər İdarəsində. Gəldi onlara apardı, dillərinə iltizam aldıq ki, Rajigani Mecnasanalni Rozi deyirlər də, yəni ki... Milli ədaləti qızışdırmaq milli məsələləri. Zor Balayanı onda gördüm, Robert Kaçaryanı gördüm. Aynı biri deyir şillə vurmuşam, biri deyir falan. Yalan söhbət tapmışlar ki, elə yalanlar danışırlar, çaşdırırlar bütün mətbuatları. Onun bu hadisələri mən bilirəm. Mən bilirəm, ideologiyamız milli lider gəlməsəydi, İlham Əliyev kimi hazırlıklı bir prezident olmasaydı, və bu torpaqları almaq mümkündür. Bu qədər ermənilərin havadarları var. Fransa kimi, Amerika Birləşmiş Ştatları, Kanada, Manada, Rusiyanın özü. Ola bilər, 4 dildə bu insan sərbəst danışır. 4 dildə çatdırır. Kim çatdırmış? Özarabız Azərbaycanın Sülüm Maqamayevə görə, Rəşid Beydoğa görə tanıyırdılar da əvvəllər. Düzdür, ancaq onda artıq Azərbaycan tanındı. Niyə tanındı? Onun o beynəlxalq kütləvi farmasiya vasitələrində çıxışları. Mənim böyük silahlarımızın o əsərləri. Mən sizə oxuyacaqlı kitab təqdim edəcəm 12 dildə, bir də 31 Mart qoyurum. Müxtəlif dillərdə. Bir də Allah qoysa da quruculuq işləri gedir. Mən istəyərdim baxışaq gedəm Xankəndinə, düzdür, vəzifə zad yox, gedərdim orada bəzi məsləhətlər zadlar verə bilərdi. Çünki köşədə bilirlər də o, yerləri zadı tapsın. Allah Taala sizə can sağlığı versin, 100 yaşayın, yenə də bu təbliğatınızı, yenə də Azərbaycan həqiqətlərini yenə də dünyaya çatdırın, yazın, yaradın. Mən bir xahişim var da, bu sosial şəbəkəyə sahiblər. Bir də bu kitab qarması vasitələri birindən müsahibə alanda keçmiş döyüşçü, ya əskər məsələ. Bir seçsinlər, bir araşdırsınlar, görsünlər də orada o düz danışır, danışmır. Sıra zeyfərə bırakırlar. El adamları bırakırlar ki, 85-ci ildə Dağlıq Qarabağda yoxdur. Güya ermənilərlə belə vuruşur, elə vuruşur. Ermənilər hamısına getmir. Bilirsən, belə boş söhbətlər, elə şeylər danışırlar ki. Mən deyirəm, burada olub. Xankəndinin ortasında mənə pakuşayım o. Suikast o. Qorxurduq işi başlamağa ki, vuracaqlar. Qorxa. Deyirdim, adama gedirəm, çıxıb gedirdim Kərkizəhan, orada şuşuya, sonra gecə gəlirdim. Geldim Alıbaya'da. Tramvay çıxıb gedə bilməzdim. Ona görə ki, siz işinizi bilirdiniz, siz yerində olan kadrdınız, siz təcrübəli kadrdınız. Bir hadisə oldu o vaxtları. Bir əsas məsələni də deyim. O vaxtları bir iclas oldu Təşkilat Komitəsində. Həsən Əzoviç o vaxtları Nazir Komitəsinin sədri gəlmişdi ora. Dedilər ki, nə qayraq ki, bu ermənilər Azərbaycan kəndlərinə belə güllə zad atmasınlar da, hücum eləməsinlər. Mən təklif verdim. Dedim ki, bölmələr yaradaq kəndlərdə. Bölmələr. Azərbaycanlarda. O vuruldu cavab verişində mən də informasiya malalı. Getdilər ona, yaratdıq. 22 dənə bölmə yaratdıq. Umudlu, Sırxavənd, Hadrutda, Tuğ, Xocalı bölməsi falan yaratdıq. Ondan sonra biraz informasiyanı yığdıq. Bilirsən, bu bilmə bizə kömək elə. Cəmaat biraz dözdü. Ondan sonra özə necə götürüldü işə. Mən onları nəzərə işə götürüldüm. Çıxırdım maşının üstünə, kənddə elan edirdi ki, kim istəyir ormanda xidmət edir. Ermənilər gedirdi təqaüdə, yeri soyulmamış, Əsədovdan danışırdıq, rəhmət edir. Bir nəfər verirdik, Azərbaycanı qoyduq. Bir nəfər mən edim mavin gedən dora. 11 nəfər adam idarəyə götürdüm işə. Birbaşa idarəyə, vilayət idarəsi. Eləcə də Şuşaya, eləcə də o birisine əskərlərin bulan. Belə Azərbaycanlıların sayını artırdıq. Elə sıxmışdılar ki Azərbaycan. 170 Azərbaycanın bir işçisi vardı. 800-900 erməni. Yavaş-yavaş bu qalır siyasətlər. Çox xidmətlər var. Çox şey, mən də demirəm, mən də eləmişəm bunu eləyirəm. O mənada demirəm. Yəni ki, vəziyyəti deyirəm. Yenə də lidersiz heç nə olmadı. Yaşasın bizim prezidentimiz, Allah ona can sağlığı versin ailəsindən birlikdə. Mən şəxsən qürur duyuram. Yerə düşmüş papağımızı qaldırdılar. Bunu mən bəlkə də görməsəydim, nakar edərdim. Amma mən gördüm, yaşamaq istəyirəm.
etmək istəyirəm, bax, görmək istəyirəm. Orada qalaram mən. Canım ki, ilə həyatımdan bocamır, istifadə edirəm mən. Və belə çoxdur. Sizə maraqlı müsahibə üçün təşəkkür edirik ki, siz... Yox, mən olanların hardasa bir 30%, 40%. Yox, aydındır, amma aydındır. İndi o dediklərinizdən hər halda maraqlı alındı, çox maraqlı alındı. İndi inşallah növbəti görüşlərinizdə də yeni söhbətlər olacaq, faktlar olacaq, gördüyünüz işlərdən yenə danışarsınız. Allah sizi qorusun, var olun. Sağ olun, sağ olun.